Rusiya Dövlət Duması ölkəyə əmək fəaliyyəti məqsədi ilə gələn xarici vətəndaşların sağlamlıq vəziyyətinə nəzarəti əhəmiyyətli dərəcədə gücləndirən qanun layihəsini qəbul edibdir. Sənəd bir sıra ciddi reqlamentlər tətbiq edir və məcburi prosedurların keçirilmə müddətini qısaldır. Yeni normalara əsasən miqrantların tibbi müayinədən keçməli olduqları müddət 3 dəfə 90 gündən 30 günədək azaldılır. Bu prosedur müvəqqəti yaşamaq icazəsi və ya əmək fəaliyyəti hüququnun, yəni patentin alınması üçün ciddi şəkildə məcburi şərtə çevrilir. Tibbi müayinələrin himayələşdirilməsi tamamilə xarici vətəndaşların özlərinə və ya işə götürənlərin üzərinə qoyulur. Qanun layihəsi həmçinin tibbi arayışların qanunsuz dövriyyəsi bazarının ləğv edilməsinə yönəlibdir. Bundan sonra tibbi müayinəni yalnız dövlət tərəfindən səlahiyyətləşdirilmiş tibb müəssisələri həyata keçirə bilər. Təşəbbüsdə sanitariya-epidemioloji təhlükəsizlik tədbirlərinə də xüsusi diqqət yetirilibdir. Xarici vətəndaşda təhlükəli yoluxucu xəstəliklər və ya narkotik vasitələrin istifadəsi faktı aşkar edilərsə, tibb müəssisəsi 24 saat ərzində Rusiya Daxili İşlər Nazirliyinə və Rospotrebnadzora rəsmi bildiriş göndərməlidir. Və bu bildiriş həmin vətəndaşın Rusiya ərazisində qalmasının arzu olunmaz olduğunu və ölkədən çıxarılması, yəni deportasiya edilməsi barədə operativ qərarın qəbul edilməsi üçün əsas şərt olacaq.